Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz ibtidai icma quruluşudur. İbtidai icma quruluşu, ibtidai sözün mənası nədir? Başlanğıc. Yəni ilk, ən əvvəl. Demək, ibtidai icma quruluşu niyə biz deyirik? Çünki insan tarixinin, insanlıq tarixinin əvvəli, başlanğıcı deməkdir. İnsanlar yaranandan bu günə qədər müəyyən dövrlər keçiblər, mərhələlər keçiblər, zaman çox böyük vaxt zaman keçib, yəni milyon illər. Və ibtidai icma quruluşu bölünür müxtəlif mərhələlərə. Daş dövrü, tunç dövrü, dəmir dövrü. Niyə biz belə adlandırırıq? Çünki ilk insanlar əmək aləti nədən hazırlayıblar? Daşdan, tuncdan yaxud dəmirdən və ona görə də biz bu dövrləri belə adlandırırıq. Ümumiyyətlə, əmək alətlərinin hazırlanması insanların formalaşmasına böyük mənada təsir edib və insanlar əmək aləti hazırlayaraq heyvanlardan fərqlənmişdilər. Demək, daş dövrü bölündü müxtəlif mərhələlərə, hansılardır? Paleolit dövrü, mezolit dövrü, neolit dövrü. Paleolit qədim daş dövrüdür, mezolit orta daş dövrüdür, neolit də yeni daş dövrü, bir də daş dövrünə metal dövrünə keçid dövrü var, eneolit dövrüdür. Yəni ilk metal eneolit dövründə kəşf olunmuşdu. Daş dövrünün ilk mərhələsi olan paleolit dövrdə bölünür hansılara? Alt paleolit, orta paleolit, bir də üst paleolit. Tunç dövründə izah edəndə böləcəyik mərhələlərə. Demək, ümumiyyətlə Azərbaycanda ilk insan məskənləri var, hansılardır? Yəni, paleolit dövrünə aid məskənlər var, hansılardır? Qarabağda Azıq Dağlar. Azıq Dağlar mağarası. Dağlar mağaraları. Sonra Kəlbəcərdə Zar mağarası. Qazaxda Damcılı Daş salahlı mağaraları və Naxçıvanda Qazma, Lerişdə demək Buzeyir, bir də Mingəçevirdə demək Qaraca mağaraları əsasında öyrənilmişdir. Qaraca. Demək, paleolit dövrünün ilk mərhələsi olan, yəni qədim daş dövrü bu mağaralar əsasında öyrənilmişdir. İndi gəldik alt paleolit dövrünə. Alt paleolit dövrü ilk insanların yarandığı dövrdür. Və demək, nə vaxt mövcud olmuşdur? İlk insan tipinin yaranmasından ta 100 min il əvvələ qədər davam eləmişdir. Və alt paleolit dövründə hansı hadisələr olmuşdur? Təbii ki, hansı insan yaranacaq? İlk insan olan bacarıqlı, insan tipi olan bacarıqlı insan yaranmışdır. İlk insan tipi. Oldu. Tipi yazaq bura. Demək, ilk insan tipi olan bacarıqlı insan yaranmışdır ki, bu da dediyimiz kimi nə ilə məşğul olurdu? Sadə əmək alətləri düzəldirdi, düzdürmü? Bu əmək alətləri də heyvanlarda fərqləndirirdi. Və bu insanlar hansı formada yaşayacaqlar? Sürü halında. Sürü halında. Və sürü halında bircə yaşayış forması adlanır ulu icma. Ulu icma da ilk insan kollektivi idi. Demək, insanların sürü halında bircə yaşayış forması adlanır ulu icma. Ulu icma da ilk insan kollektivi idi. Ancaq bu sürü halında yaşaması, yəni ulu icma çox təbii şəkildə birləşmişdi. Tez-tez dağılırdı, tez-tez yenisi yaranırdı. Ona görə də bu daimi deyildi.
Və bu niyə belə birləşmişdilər? Çünki insanlar bircə qida ehtiyatı əldə etmək üçün, vəhşi heyvanlardan qorunmaq üçün ulu icmada yaşayırdılar. Yəni sürü halında yaşayırdılar. Sürü halında yaşayış forması alt və orta paleolit dövrlərində olacaq. Üst paleolitdə artıq qəbilə icmasına keçəcək. Sonra demək alt paleolit dövründə insanlar əmək əldə hazırlayırdı daşdan. Daşdan əmək aləti hazırlayırdı. Bundan başqa nədir? Sivri daşdan, yerqazan çubuqdan, dəyənək və s. hazırlayırdılar. Yəni, bax, bu formada hazırlayırdılar. 4. Demək, bu dövrdə insanlar nə ilə məşğul olurdu? Ovçuluq, bir də yığıcılıq, düzdürmü? Yığıcılıq. Bu ovçuluq və yığıcılıq birlikdə adlanır nə? Mənimsəmə, yaxud istehlak təsərrüfatı. Oldu, istehlak təsərrüfatı. Və demək, niyə belə deyirik? Çünki təbiətdən özləri istehsal edə bilmirdi heç nə. Təbiətdən hazır məhsulları alırdılar. Ya ovlayırdılar heyvan, ya da ki, nəsə ki, meyvə toplayırdılar və s. Və bu dövrdə oddan istifadə edirlər, ancaq özləri yandıra bilmirdilər. Təbii oddan istifadə edirdilər. Təbii oddan istifadə var idi və bir də alt paleolit dövründə ilk dini təsəvvür də yarandı. İlk dini təsəvvürlər də bax bu dövrdə yarandı. Alt paleolit dövrünə aid yaşayış məskənlərini biz bayaq demişdik. Xüsusən Azıq mağarası, düzdür? Azıq mağarası. Azıq mağarası harada yerləşir? İndiki Xocavənd rayonunun ərazisində, Quruçay vadisində, Füzuli yaxınlığında yerləşir Quruçay vadisi də. Və burada 1960-86-cı illərdə araşdırma aparılmışdı bu və müxtəlif tapıntılar tapılmışdı. Çay daşlarının əmək alətləri, çaxmaq daşı, obsidian və s. alətlərdən hazırlanmış alətlər və nəsli kəsilmiş heyvan sümükləri tapılmışdı. Bir də buradan ocaq izləri tapılmışdı. Ocaq izləri tapılmışdı ki, bu da 700 min il əvvələ aid edilir. Sonra bir də tapılmışdı nə? Alt çənə sümüyü. Alt çənə sümüyü. Kimə aid idi? 18-22 yaşlı qadına aid idi bu alt çənə sümüyü və təxminən aid edilir 350-400 min il əvvələ aid edilir. Və Azıq mağarasında bu alt çənə sümüyü tapılmışdı 1968-ci ildə Məmmədəli Hüseynov tərəfindən tapılmışdı. Bax, bu da bizim alt paleolit dövrümüz. Alt paleolitə aid nəsə qaranlıq qalsa sual verə bilərsiniz. Gəldik hansı dövrə? Orta paleolit dövrü. Orta paleolit dövrü. Nə vaxt olacaq orta paleolit dövrü? Eradan əvvəl 100 min ildən başlayıb, yəni 100 min il bundan əvvəldən başlayıb, daha dəqiq desək, 100 min il əvvəldən başlayıb 35 min il əvvələ qədər. Əvvələ kimi. Oldu. Demək, orta paleolit dövrünə biz deyirik nə? Mustiye mədəniyyəti dövrü. Niyə belə deyirik? Çünki Mustiye Fransada yer adıdır və ilk tapıntılar burada tapılmışdı. Orta paleolit dövrünə aiddir nə? İkinci insan tipi olan, yeni insan tipi olan Neandertal insan yarandı. Neandertal
insan yarandı. Və demək, Neandertal insan yarandı. Bu Neandertal insan orta paleolit dövründə yarandı. Neandertal da Almaniyada yer adıdır. Neandertal sözü Almaniyada yer adıdır, yəni buradan tapılmışdı. Və artıq orta paleolit dövründə insanlar süni od əldə etdilər. Yəni çaxmaq daşını bir-birinə vuraraq artıq süni od əldə edə bilirdilər, yaxud bir-birinə taxtları bir-birinə sürtərək yandıra bilirdilər. Və bu dövrdə dini təsəvvürlərə inkişaf elədi, axirət dünyasına inam yarandı. İnam yarandı. Və orta paleolit dövründə də insanlar, baxaq, əmək aləti nədən hazırlayırdı? Daşdan. Düzdür? Hansı formada yaşayırdı? Ulu icmada. Düzdür? Harada yaşayırdı? Mağaralarda. Düzdür? Və nə ilə məşğul olurdu? Ovçuluq, bir də yığıcılıq. Düzdürmü? Yığıcılıq. Yəni o alt paleolitdən oxşar cəhətdir bax bunlar. Ovçuluq, yığıcılıq da demişdik, mənimsəmə təsərrüfatı adlanır. Düzdür? Və daha doğrusu orta paleolit dövrünə ait yaşayış məsələləri. Azıq Tağlar Zar, Azıq Tağlar Zar. Bunlar harada yerləşir? Qarabağda, Qazaxda Daş Salahlı. Bir də Naxçıvanda da Qazma. Qazma yaşayış məsələləri əsasında bax orta paleolit öyrənilmişdir. Bura qədər ancaq dedik hamısını. Gəldik üst paleolitə. Üst paleolit. Üst paleolit dövrü nə vaxt başlayacaq? Eradan əvvəl 35-ci minillikdən eradan əvvəl 12-ci minilliyə qədər davam eləmişdir. Üst paleolit dövründə artıq iqlim mülayimləşir, bitki və heyvan aləmində dəyişiklik olur və insanlar artıq mağaralarda, qazmalarda, hətta yerüstü komalarda belə yaşayırdılar. Üst paleolitdə hansı insan tipi yarandı? Müasir insan tipi olan Homo sapiens. Homo sapiens, yəni ağıllı insan. Oldu, ağıllı insan. Və ağıllı insan meydana gəldi. Bunlar artıq nədir? Üzməyə bacarırdılar, balıq ovlamağa bacarırdılar, hətta çayın digər sahillərə keçmək üçün sal düzəldirdilər. Sal, yəni ağac gövdələrini bir-birinə bağlayıb, çayın üzərində, yəni ilkin qayıq forması deyək də, bağlayıb keçirdilər o üzrə. Və təbii ki, bu dövrdə insanlar dedik, ağıllı insan idi, ağıl yarandan sonra şuur və s. inkişaf elədi. Və insanlar əvvəlcə qırıq-qırıq səslər çıxartmaqla bir-birinə ünsiyyət saxlayırdılar. Daha sonra isə bu qırıq-qırıq səslər nəyə çevriləcək? Səsli nitqə. Səsli nitq. Yəni səsli nitq yarandı və nitq artıq ünsiyyət vasitəsinə çevrildi. Yəni səsli nitq nə vaxt yarandı? Üst paleolitdə. Və ağıl var, şuur var, məntiq var, düzdürmü? Artıq dedilər ki, biz təbii şəkildə birləşməkdənsə elə qohum olaraq birləşmək olar. Buna görə də demək qohumluq əsasında birləşdilər. Ulu icma nə əvəz elədi? Qəbilə. Artıq qəbilə formasında yaşadılar. Qəbilə də bu da insan birliyi idi. Ulu icma da insan birliyi idi, qəbilə icması da insan birliyi idi, tayfa da insan birliyi idi. Bunu yadınızda saxlayın. Və qəbilə hansı formada birləşirdi? Qan qohumluğu əsasında. Qan qohumluğu əsasında. Qan qohumluğu, hansı qan qohumluğu? Ana xətti. Ana xətti vasitəsilə. Və bu dövrdə qadınların mövqeyi güclü idi, gilə meyvə toplayırdı, uşaqlara baxırdı, düzdürmü? Və s. Ona görə də qadınların mövqeyi daha güclü idi. Yəni yaranacaq nə? Ana xaqanlığı. Qəbilə icması və ana xaqanlığı dövrləri eyni dövrlərdə, yəni ana xaqanlığı mövcudluğu eyni dövrlərə əhatə edir.
Üst paleolit, mezolit, neolit, eneolit. Ta erkən tunca qədər bu hər ikisi paralel olaraq gedəcək. Üst paleolitdə də insanlar dedik, əməliyyat nədən hazırlayırdı? Daşdan. Düzdür? Hansı oddan istifadə edirlər? Süni od. Sonra nə ilə məşğul olurdular? Mənimsəmə təsərrüfatından. Mənimsəmə təsərrüfatı. Düzdür? Yəni ovçuluq, yığıcılıq. Ancaq dedik ki, hansı formada yaşayırdılar bu dəfə? Ulu icmada. Yəni qəbilə, daha doğrusu ulu icmadan çıxdılar. Nəyə keçdilər? Qəbilə icmasına. Bax belə. Bu da bizim üst paleolit dövrümüz. Gəldik mezolit dövrünə. Mezolit dövrü eradan əvvəl 12, eradan əvvəl 8-ci minillikləri əhatə edəcək. Mezolit dövrü orta daş dövrü deməkdir. Mezolit dövründə insanlar əsasən məşğuliyyəti nə olacaq? Yığıcılıq, ovçuluq, balıqçılıq, düzdürmü? Yığıcılıq, ovçuluq, bir də balıqçılıq. Yəni, yenə də nədir bunlar? Mənimsəmə təsərrüfatıdır. Mənimsəmə təsərrüfatı. Düzdür, təsərrüfatı olacaq. Və mezolit dövründə ən böyük kəşflərdən biri olan ox və kaman kəşf olundu. Ox və kaman. Artıq ox və kamanın kəşfi nəyə səbəb olacaq? Bir, artıq insanlar uzaq məsafədən ovlamaq. Qısa yazaq, ovlamaq. Heyvanları uzaq məsafədən ovlaya bildilər artıq. Bir də, bax bu, artıq bir nəfər gedib, belə deyək, rahat şəkildə heyvan ovlaya bilirdi. Əvvəl kimi 10 nəfər gedib bir heyvan dalıca qaçıb sıldırımdan atmırdılar. Yaxud tələyə salmırdılar. Elə indi nədir? Bir nəfər gedib heyvan ovlaya bilirdi. Bu da qida ehtiyatının artması səbəb olacaq. Ehtiyatı artdı. Sonra və həmçinin ox və kamanın kəşfi heyvanların əhəlləşdirilməsinə səbəb olacaqdır. Bu dövrdə heyvanlar da əhəlləşdirildi. Yəni belə deyək də, anasını ovlayırdılar, balasını saxlayırdılar. Yavaş-yavaş bu da artıq əhəlləşdirilməyə səbəb olacaq. Ümumiyyətlə ilk əhəlləşdirilən də ilkdir, itdir daha doğrusu. Demək, və heyvanlar əhəlləşdirilməyə başladı, düzdürmü? Heyvanlar əhəlləşdirilməyə başladı. Bax, buna biz ancaq deyirik ibtidai heyvandarlıq. Oldu ibtidai maldarlıq. Yəni, tam olaraq hələ inkişaf eləməmişdi heyvandarlıq. Və həmçinin deyirik ki, torpağa toxumun düşdüyünü gördülər, ona cücərdiyini, yerdən bar verdiyini gördülər və bundan sonra ibtidai əkinçilik. Bax, bu da ibtidai əkinçilik də bax, bu dövrdə yaranır. İbtidai maldarlıq və ibtidai əkinçilik artıq istehsal təsərrüfatına daxil olacaq da, ancaq hələ bunlar tam formalaşmamışdı. Yəni, bax, görürsünüz, ibtidai var qabağında, yəni başlanğıcdır, ilkdir. Və ona görə də biz deyirik ki, hansı təsərrüfatdan? Mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçid. Yəni, bax, bu dövrdə ibtidai maldarlıq və ibtidai əkinçilik əsasının qoyulmasından mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına keçildi. Sonra, bu dövrdə əmək yenə də daşdan hazırlanırdı təbii ki və artıq daş alətlərinin də hazırlanmasında, belə deyək, müəyyən dəyişiklik oldu. Daha kiçik ölçülü mikrolit alətlər. Mikro nədir? Kiçik, litos daş, yəni kiçik ölçülü alətlər, nədir? Daş alətlər hazırlanmağa başladı. Hazırlandı. Bir də artıq balıq düzəltmək üçün harpun da düzəldirdi. Harpun düzəltməyə başladılar.
Üstəgəl, bu dövrdə artıq dini təsəvvürlərdə də müəyyən inkişaf deyək baş vermişdi. Məsələn, axirət dünyasına inam, axirət dünyasına inam artmışdı. Yəni, ölülərin yanına müxtəliflər əşyalar qoyurdular, büt qoyurdular. Məsələn, büt özü də qadın bütləri idi. Bu da o dövrə axirət dünyasına inamın dərinləşdiyini göstərir. Mezolit dövrünə aid yaşayış məskəni demək Qobustanda, bir də damcılı mağaralar əsasında demək öyrənmişdi mezolit dövrünə aid. Və Qobustanda nə tapılmışdı təbii ki? Ovçuluq, yazıcılıqla məşğul olması orada müxtəlif təsvirlər var idi, qaya üstü təsvirlər və s. var idi və hətta qaya üzərində qayıq təsvirləri də var idi ki, Thor Heyerdahl, bax, bu məşhur Norveç səyyahdır, alimidir. Thor Heyerdahl məhz bu qayıq rəsmlərinə görə deyirdi ki, Azərbaycan gəmiçinin ilki yarandığı yerlərdən biridir. Və həmçinin damcılı mağaralarından da daş alətlər tapılmışdı, kiçik ölçülü, oxlar tapılmışdı və s. Bax, bu da bizim mezolit dövrümüz. Mezolit dövründə insanlar yenə də əmək alətlərini daşdan düzəldirdilər. Qəbilə icmasında yaşayırdılar, ana xaqanlığı mövcud idi və mənimsəmə təsərrüfatı mövcud idi. Ancaq demək, istehsal təsərrüfatına keçid əsası qoyulmuşdu. Gəldik Neolit dövrünə. Neolit dövrü eradan əvvəl 8-6-cı minillikləri əhatə edir. Və Neolit dövrü nədir? Yeni litos daş, yeni daş dövrü deməkdir. Və Neolit dövründə artıq təbii sərvətlərdən istifadə üsulları formalaşır, əkinçilik, maldarlıq inkişaf edir və əkinçilik, maldarlıq əsas məşğuliyyət sahəsi olacaq. Yəni, istehsal təsərrüfatı formalaşdı. Yazaq elə onda, istehsal təsərrüfatı formalaşdı. Artıq bu dövrdə istehsal təsərrüfatı formalaşır. Və təbii ki, əmək alətləri yenə də daşdan olacaq, çaxmaq daşından, dəvə gözündən hazırlanacaq bu dövrdə. Demək, istehsal təsərrüfatı formalaşır, əkinçilik, maldarlıq inkişaf edir, düzdürmü? Və artıq insanlar əvvəlcə qida qurtaranda, tutaq ki, təbiətdən hazır məhsullar əldə edəndə, gilə meyvə, heyvan azalanda məcburidirlər, köçsünlər başqa yerə. Ancaq indi özləri istehsal edə bilirlər, düzdürmü? Demək, köçməyə ehtiyac qalmadı. Demək, insanlar nəyə keçdilər? Oturaq həyata. Həyata keçid, bax, bu dövrdə olacaq. Neolit dövründə. Və istehsal təsərrüfatının formalaşmasından sonra dedik, oturaq həyata keçdilər. Bu oturaq həyatda sonradan yeni sənət sahələrinin yaranmasına gətirib çıxardacaq. Hansıdır? Sənət sahələri. Sənət sahələrinin yaranmasına gətirib çıxardacaq. Məsələn, nə? Yazaq, saxsı, qabılar. Düzdür? Yəni, duruşçuluq oldu. Duruşçuluq meydana gələcək. Sonra, daşların deşilməsi, bir də cilalanması. Bax, bu dövrdə baş verəcək. Bir də dəri işləmə. Dəri işləmə, göndəri işləmə və s. Yəni, bax, bu dövrdə olacaq. Biz buna deyirik nə? Neolit inqilabı. Biz bu dövrədə, yəni, bax, bu saxsı qabların hazırlanması, duruşçuluq. Düzdür, bax, buna biz deyirik nə? Neolit inqilabı. Neolit inqilabı baş verəcək. Sonra, və bu dövrdə dedik ki, əkinçilik inkişaf edir, düzdür? Əkinçilikdə toxadan istifadə edirdilər. Toxadan istifadə, toxa yarandı, yəni toxadan istifadə edirdilər. Belə,
Bir də neolit dövrünə aid yaşayış məskənləri əsasən hardan tapılmışdır? Tovuzda, Göytəpə, Ağcabəddə, Kamiltəpə, bir də Naxçıvanda, Gəncə Qazax və Qobustan və Təbriz. Yəni, bu ərazilərdə nə eləmişdir? Tapılmışdır. Göytəpədən nə tapılmışdı? Tovuzdakı Göytəpədən çaxmaq daşı və obsidiandan ibarət oraq düzəldilmiş, belə deyək, oraq. Bu orağı nədir? İti uzlu, demək, heyvan alçələ sümüyüdür və ona iti uzlu, demək, daşlar bərkidirlər və biçirlər, taxılı biçirlər. Kamiltəpədən də oraq dişləri tapılmışdı ki, bir də balta tapılmışdı. Bax, belə. Bu da bizim neolit dövrümüz. Keçdik nəyə? Eneolit dövrü. Eneolit dövrü. Eneolit dövrünə bax, başlayacaq eradan əvvəl 6-cı minillikdən eradan əvvəl 4-cü minilliyə qədər davam edəcək. Və eneolit sözünün mənası dedik ki, mis daş dövrü demək, düzdür? Yəni, burada artıq ilk metal kəşf olundu. İlk metal nə idi? Mis. Yəni, mis kəşf oldu. Və Azərbaycanda zəngin filiz faydalı qazıntılarla, belə deyək, faydalı qazıntıların məskənidir, elə dəmir, qızıl, gümüş, mis və s. çıxarılır, xüsusən Daşkəsən, Gədəbəy bölgələrindən, Qarabağ və s. yerlərdən. Və ilk metal kəşf olundu, düzdür? Ancaq yenə də əsas əmək aləti daş idi. Misdən əməliyyatı düzəldirdilər, ancaq yenə də əsas əməliyyatı daş idi. Niyə daş idi? Çünki mis alətlər tez sıradan çıxırdı. Mis yumşaq idi, sonra tez əyilirdi, tez sınırdı və s. Ona görə də mis alətlər daş alətləri vurub sıradan çıxarda bilmədi. Üstəgəl bu dövrdə insanlar harada yaşayırdılar? Çay kənarında, dairəvi evlərdə və evlərdə nədən kərpicdən, möhrədən tikirdilər və burada ailələr qalırdı. Və bu dövrdə nə oldu? İstehsal təsərrüfatı dedik ki, neolit dövründə inkişaf eləmişdi, toxu yaranmışdı və bu dövrdə toxu əkinçiliyi inkişaf eləyir. Ona görə də bu dövrə biz deyirik, yəni eneolit dövrünə toxa əkinçiliyi dövrü. Oldu, toxa əkinçiliyi dövrü. Və yenə də əməliyyatları demək təkmilləşirdi. Taxılı nədən biçirdilər, nə ilə biçirdilər? Oraqla, söküklərdə saxlayırdılar. Üstəgəl də bax bu dövrdə ev heyvanlarının, bizə məlum olan ev heyvanlarının əhliləşdirilməsi başa çatdı. Oldu, bizə məlum olan ev heyvanlarının əhliləşdirilməsi başa çatır. Əsasən qaramal saxlayırdılar, qoyun keçi saxlayırdılar. Artıq bu dövrdə ovçuluq, bir də balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilir. Oldu, ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrilir. Bu dövrdə səhərkarlıq inkişaf edir. Təbii ki, duluzçuluq var idi, ya da daş işləmə var idi, dəri işləmə, sümük işləmə, toxuculuq və s. var idi. Bu dövrdə dini təsəvvürlərdə də müəyyən demək dəyişikliklər baş vermişdilər. Ölüləri harada dəfn edirdilər? Evlərin içərisində yaxud arasında.
və evlərin içərisində evlər arasında dəfn edirdilər. Üstəgəl onlar üzərinə nə tökürdülər? Oxra. Yəni, oxra qırmızı boyadır ki, bu da axirət dünyasına ilə əlaqədardır, yəni qan rəmzidir. Bir də ofsun və totem var idi. Ofsun, totem. Ofsun nədir? Demək, heyvanları əgər ovlamaq istəyirlərsə, məsələn, qaya üstə çəkib müxtəlif demək, ayinlər yerinə yetirirlər ki, rahat şəkildə gedib ovlayacaqlar. Bax, bu da bizim eneolit dövrümüz. Yəni, eneolit dövründən artıq daş dövrü başa çatır. Yəni, keçəcəyik tunc dövrünə.